Həyatımın döngəsi nə qədər şablon səslənsə də 30 yaşımdan sonraki dönəmimdir. Bu il 32 yaşım tamam oldu. Bəli, 30 yaşından sonra həqiqətən də insan özünü bir başqa cür kəşf etməyə başlayır. Həyatdan nə istədiyini dərk edir. Bəli, mən də son 2 ildə həqiqətən də bu mənim həm karyerama da təsir göstərir, həm biznes sahəmə də təsir göstərir, həm şəxsi həyatıma da təsir göstərir. Ona görə mən düşünürəm ki, 30-a qədər qızlar tələsməməlidir. 30'a qədər qızlar Ciddi qərarlar verməyə tələsməməlidirlər. 30'dan sonra daha ki. Neçə yaşın var qızım? 30. Aha. Aha, maraqlı oldu. Yavaş-yavaş. Düşünməyə dəyər onda Ruşaniçka, sənə də bax, düşünməyə dəyər. Bax, görürsünüz ki, ağıllı fikirdir. 30 yaşından sonra. Bəs kişilərdə bu hansı yaş dövrünü əhatə edir? 90. 90. Gördün ki, bir gün yoxsan.